Deməli dostlar, bu mövzumuz isə reported speech-in advanced formasıdır. Burada bilməli olduğunuz bir neçə nüans var. Biz əvvəl reported speech və direct speech-i biraz daha üzdən öyrənmişdik. İndi bir balaca daha dərinlənəcəyik ki, oradakı nə yerdə qalan boşlar var isə onları dolduraq. Deməli, bilirsiniz ki, reported speech bir şeyi özümüzünküləşdirib deməkdir. Direct speech-də isə biz birbaşa o nə deyirsə, onu deyirik. Bu əsas zamanlar üzrə dəyişir, reported speech. Çünki biz özümüzünküləşdirəndə avtomatik zamanı dəyişməliyik. Bir tık keçmişə atmalıyıq. Bunu belə yazıda saxlayın ki, bir tık keçmişə atmalıyıq. Bəziləri dəyişməz olaraq qalacaq. İndi diqqət şəkildə qulaq asasınız, hamısını tam şəkildə başa düşəcəksiniz. Məsələn, kimsə present simple-da deyəndə ki, I am happy, biz onu gəlib report edirik ki, he said he was happy. Bunu artıq atdıq keçmiş sadə zamana. Keçmiş davam edici zaman ya da indiki davam edici zamanı deyək. İndiki davam edici zamanda kimsə deyir ki, məsələn, I am working. Biz onu deyirik ki, he said he was working. Yenə atdıq keçmiş zamana. İndiki davam edici zaman idi, keçmiş davam edici zaman atdıq. Keçmiş sadə zamanda deyəndə, o deyir ki, məsəl üçün, I went to the park. Biz bunu deyəcəyik ki, he said he had gone to the park. Bunu atdıq keçmişin keçmişi past perfect idi. Ona görə atdıq keçmiş bitmiş zamana past perfect-də. Present perfect necə olacaq? O məsələn deyib ki, I have finished. Biz bunu deyəcəyik ki, he said he had finished. Yenə past perfect-də demiş olacağıq. Gördüyünüz kimi həm keçmiş sadə zaman deyəndə past perfect atmış oluruq. Həm indiki bitmiş zamanı present perfect deyəndə biz onu past perfect demiş oluruq. Bəs past perfect-də hansı form olacaq? Məsələn, o deyir ki, I had seen. Yəni məsələn, sən mənə zəng eləyəndə mən onu görmüşdüm. I had seen deyir. Mən də gəlib deyirəm ki, he said that he had seen. Olduğu kimi qalır. Heç nə dəyişməyəcək. Və orada gələcək zaman qeyd olunub. Gələcək zamanda isə məsələn deyir o I will call you. Mən deyirəm ki, he said that he would call me. Would istifadə edəcəm. Will'in keçmişi would'dur. Və ondan aşağıda siz görəcəksiniz ki, əslində nəyi nə ilə dəyişirik? Məsələn, will'i would-la dəyişirik, can'i could-la dəyişirik, may-i might-la dəyişirik, must-ı had to ilə dəyişirik. Bax, bu çox önəmli nüansdır. Çünki must-ın keçmiş forması olmadığına görə must-ı had to-ya birbaşa atırıq. Might, could, would, should bunların hamısını might-la əvəz eləyəcəyik report eləyəndə və aşağıda əlavə olaraq direct speech-də olanları və reported speech-də olan zamanları görəcəksiniz. Məsələn, direct speech-də now deyiriksə, reported speech-də then deyirik. Ya da direct speech-də today deyirsə, biz gəlib that day deyirik. O məsələn, o bugün deyir, biz həmin gün, o gün deyirik. O tomorrow deyirsə, biz next day deyirik. O yesterday deyirsə, biz day before deyirik. Bax, o şəkildə aşağıda görəcəksiniz ki, hansı formada olan zamanlar var və yaxud da bəzi yer zərfləri var. Məsələn, o here deyirsə, biz report eləyəndə there deyəcəyik. O this deyirsə, biz report eləyəndə that deyəcəyik. Bunu özünüz əslində hiss edə bilərsiniz də. Azərbaycan dilləri belədir. Məsələn, o deyir ki, bu mənim telefonum deyil. Biz də deyirik ki, o dedi ki, bu onun telefonu deyildi. Burada this that olmadı. Bu mənim telefonum dedi. Hə. O deyir ki, that phone wasn't his phone. Yəni o telefon onun telefonu değildi. That phone deyirik, this phone demirik. Çünki this phone deyəndə o burada istifadə edib, biz artıq oranı göstəririk ki, o telefon onun deyildi. Bu şəkildədir. Bunu özünüz hiss edə bilərsiniz dediyim kimi. Cümlələri praktik edəndə daha yaxşı şəkildə yadınıza düşmüş olacaq və təkrarlayıb yadınızda saxlamış olacaqsınız. Növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın. Advanced-da davam edirik.